Salam müəllimlər, bugünkü mövzumuz naxış vurma texnologiyası mövzusudur. Nədir naxış vurma? Ən kobud və sıx, yəni mahuddur, qalın kətandır, dəri parçalardan tutmuş ən nazik parçalara qədər, batiz, tül və müxtəlif materiallarla, nəfsli naxışlarla bəzəmək üçün istifadə edilən tikmə bir incə sənətidir. Və müxtəlif qalınlıqda iynədir, sapdır, karandaşdır, santimetr lentdir, oymaqdır, kərgahdır, qayçı naxış vurmaq üçün işlədilən alət və materiallar da bunlardır. Naxış vurma dekorativ və tətbiqi sənətin geniş yayılmış bir növüdür və naxış vurmada naxış və təsvir əli ilə, yəni iynə, milçə və naxış vurma maşının köməyi ilə salınır. Naxış müxtəlif parçalar, yəni dəridir, keçəyədir və digər materiallar, kətan, pambıq, yun, ipək saplarla, həmçinin muncuqdur, mirvari ilə salınır. Naxış vurma geyimdir, məişət əşyalar, panolların bəzədilməsində tətbiq ediləcək. Naxışvurma texnikası sapın parça üzərində bərkidilməsindən başlayacaq və bu sənət növündə ilmi üsulu geniş yayılıb. Hansı üsul geniş yayılıb deyirik ki, ilmə üsulu. Kərgah nədir? Panno nədir? Kərgah böyük sayda naxış tikməni yerinə yetirmək üçün bir tərtibatdır. Panno isə latınca pannus, yəni parça qırığı, monumental sənət növü olub, dekorativ rəsm, yəni divar paneli, tavan, plafon, hər hansı bir hissənin daimi doldurulması üçün nəzərdə tutulmuşdur. Daha sonra müəllimlər, burada diqqət yetirəcək, bu ən əlverişli üsuldur, yəni ilmi üsulu ən əlverişli üsuldur. 2 qat sapla yerinə yetirilir. Bu zaman sap 2 dəfə uzun götürülür, iynəyə keçirilir, uclar sonda bərabərləşdirilib və düyünlənir. İynə qabağa tikişi nədir bəs? İynənin sağdan sola hərəkəti ilə yerinə yetiriləcək, sap parçanın sağ kənarında bərkidiləcək, 5 mm tikiş arası buraxılır, parçanın 5-6 sapı, yəni iynə ikinci deşik nöqtəsinə salınır. Sonra ilmə bir yerdə tərs tərəfə dartılıb çıxarılır, eyni sayda sap buraxdıqdan sonra iynə üst tərəfə çıxarılır, ikinci tikiş arası yerinə yetirilir. Tikişlər və tikiş araları eyni uzunluqda edilir, sağdan sola yerləşdirilir. Və parçanın tərs tərəfində aparılan eyni uzunluqda tikiş araları üst tikiş aralarının arası ilə gedəcək. Və tikiş arasının uzunluğu da müxtəlif ola bilir. Tikiş parçanın saplarının sayıdır, həmçinin çəkilmiş konturlarını yerinə yetirmək də olacaq. Və bu tikişdə tikiş aralarının uzunluqdur, məsafə dəyişməkdir, sıranın sayını çoxaltmaqdır, müxtəlif rəngli sapları yerinə yetirmək yolu müxtəlif sayda ornamentlər yaradılır. Və bu sadaladıqlarımız ornamentlər isə yığma deyilir. Görürsünüz, deyir, məsafəni dəyiş, sıranın sayını çoxalt, müxtəlif rəngli sapdan istifadə et. Nə üçün? Yığmaq üçün. Və iynə qabağı tikişdə də 2 üsul mövcuddur. Yığma tikişi, divar naxışı tikişi. İynə qabağı tikişi təkcə kontur xəttr üzrə yox, şəkli tam doldurmaqla da müxtəlif formalı təsvirlərlə də tikmək olar. Və iynə qabağı tikişi əvvəlcə bir istiqamətdə, sonra isə tikiş arası boş yerləri doldurmaq üçün əks istiqamətdə yerinə yetirilir. 2 dəfə iynə qabağa və divar naxışı da adlanır. İynə arxasına tikişdiysə işin gedişi sağdan soladır. İynə arxaya tikiş arası ediləcək, sonra parçanın tərs üstündən iynə ilə tikiş arası qabağa keçiriləcək. Və bu tikişdə də tikiş araları eyni uzunluqda olmalıdır. Tikiş aralarını elə yerinə yetirmək olar ki, hər növbəti tikiş digər bitən nöqtədə başlasın. Buna birbaşa tikiş deyirlər. Yəni, hər növbəti tikiş digər bitən nöqtədə başlayırsa, bu birbaşa tikiş adlanır. İynə arxası tikiş, baxın, iynə arxası tikiş və birbaşa tikiş. Su tikişi nədir bəs? Zəif burulmuş sapla eyni ölçülü tikiş araları yerinə yetirməklə istifadə edilir və naxış vurma zamanı sapı çox dartmaq lazım deyil. Burada da tikiş soldan sağa və yaxud da aşağıdan yuxarı yerinə yetirilir. Hər yeni tikiş əvvəlkinin ortasından başlanılır sözü bizim açar sözümüzdür. Və nəzarət etmək lazımdır ki, iynə parçadan əvvəlki tikiş arasının yalnız altında və həmişə üstünə çıxsın. İşin yerinə yetirilmə ardıcıllığı da təsvir edilib müəllimlər. Və sap iş zamanı da mane olmasın deyə onun özülü sol əlimizin baş barmağı ilə parçaya sıxılacaq. Belə müəllimlər, dərsimizin izahı bu qədər.